Salamlar 6-cı dərsdəyik. Bugün Pythonda conditionlara baxacağıq, yəni şərtlərə. Əvvəlcə şərtlərin nə olduğunu öyrənəcəyik. Condition nə deməkdir? Daha sonra if statement, else statement, elif bunlar nələrdir onlara baxacağıq və ən sonunda da nested conditionları, yəni iç-içə olan conditionlara baxacağıq. Bir də ki, əvvəlki dərsdə operatorları öyrənmişdik, hansı ki boolean dəyərləri qaytarırdı, true, false. Onları da bu conditionlara tətbiq edərək müxtəlif problemləri çözə biləcəyik. Birinci başda conditionların nə olduğundan. Ekranda bir diaqram görürsüz. Buna flowchart deyirlər. Ortada göy hissədə yazılıb ki, sənin yaşın 12 və daha böyükdürsə və bu əgər doğrudursa, yəni bəlidirsə, biz bileti alıb kino salonuna girə bilərik. Əgər yaşımız 12-dən kiçikdirsə, onda cavabımız xeyr olacaq, yəni false qaytaracaq. O da həmin true statement'in əksi olaraq onu idarə edəcəyik. Birinci baxaq condition'da necə yazılır. Ekranda belə bir dəyər açmışıq, günəşli dəyəri və bunu true eləmişik. Yəni hava günəşli anlamında. Və daha sonra aşağıda yazıb ki if, yəni əgər deməkdir ingilis dilində və burada belə bir mötərizə açılıb və bu mötərizə burada açılıb, burada da bağlanıb. Bunun içərisində biz şərt yazırıq, nə olsunsa, hansı ki boolean qaytarır. Burada günəşli yazmışıq və ondan sonra 2 nöqtə, yəni kolon qoyulub. Ondan sonra aşağıda yazıb ki print gəzməyə çıxaq. Yəni əgər bu statement true'dsa, bu qaytarırsa, bu işləyirsə, onda biz buradakı gəzməyə çıx sözünü konsolda, terminalda görə biləcəyik. Aşağıda da yazıb ki, şərt doğrudursa, true olarsa, onda if işləyəcək. Gedək bunu kodumuzda yazaq, görək necə görsənir. Yazıram günəşli bərabərdir true. Aşağıya gəlirəm, yazıram if. Biraz böyüdək. Yazıram if və mötərizə açıram. Buraya yazıram ki, günəşli, yuxarıda yazılmış şərti. Daha sonra 2 nöqtə qoydum, yəni kolon qoydum. Aşağıdan yazıram ki, print. Yazaq ki, gəzməyə çıx. Belə. Və bunu çağıraq aşağıda. Python 3 dərs 6 pay. Gəzməyə çıx cavabı bizim üçün gəlir. Ona görə ki, if statementi, əgər statementi true olduğu üçün burada bunu işlədəcək. Bunun yerinə false yazsam, yəni deyək ki, hava günəşli deyil, onda bizə heç bir dəyər qaytarmayacaq. Ona görə ki, bu statement buradakı işləməyəcək. Bir də bir şey fikir verin ki, mən burada kolon yazandan sonra enter basıram, avtomatik olaraq burada belə bir boşluq yaradır bu hissədə. Onun da səbəbi Python'un həmin boşluğa fikir verməsidir. Əgər burada 4 dənə space var da, əgər bu 4 dənə space-i qoymasaq bundan sonra bizə error kimi, baxın indi qırmızı göstərir. Bizə error deyəcək və bu problem kimi sensitive olduğu üçün bunu problem kimi görəcək. Bu oldu if statement, yəni bizim dəyərimiz true, ancaq true olanda işləyir. Yəni burada bayaqki şəkildə də yazıb ki, əgər bizim yaşımız 12-dən böyükdürsə, ancaq bu bəli hissəsi işləyəcək. Bəs biz xeyr hissəsini necə idarə edə bilərik? Yəni yaşımız 12-dən böyük deyil və yaxud da hava günəşli deyil. O zaman onda nə edə bilərəm? Onda da istifadə edəcəyik else keyword-ündən və else-i if-dən sonra aşağıda bu cür formada yazacaq. If günəşli yazdıqsa, ondan sonra aşağıda else yazıb həmin nə eləmək istədiyimizi ondan sonra bildiririk. Gəlirəm bura, bu aşağı hissəyə basıram və bu xətlə, bu if-lə eyni line-da olmalıdır. Yazıram bura else. 2 nöqtə qoydum, kolon qoydum və burada fikir verirsinizsə mən mötərizə açmadım. Çünki bunun əksi bildirdiyi üçün artıq ehtiyac yoxdur mötərizə açmağa. Aşağıya gəlirəm, print yazıram. Yazıq bura evdə qal. Əgər hava günəşli deyilsə, evdə qalmağını istəyirəm. Və bu saat bizdə bu statement işləyəcək. Baxın cavaba, evdə qal gələcək. Ona görə ki, yuxarıda false vermişdim. Və bu ancaq true dəyərlərə baxdığı üçün bunun üstündən keçir və gəlir else və bunu çalışdırmağa başlayır. Yəni bunu true eləsəm, mənim aşağıdakı evdə qal sözü işləməyəcək. Sadəcə gəzməyə çıx adı burada ekranda çıxacaq. Bu da else-dir. Yuxarıdakı if şərti və yaxud da əlavə şərtlər heç biri ödənməzsə, else default olaraq aşağıda əgər vermişiksə görsənəcək. İndi buradakı flow chartı biz özümüz əllə yaratmağa başlayaq, hansı ki if-dən istifadə edərək. Amma buna başlamazdan qabaq mən 1-2 dənə operator göstərmək istəyirəm. Hansı ki axırıncı dərsdə yadınızdaydı, comparison operatorları var idi, müqayisə operatorları və logical operatorlar var idi. Gedək müqayisə operatorlarına. Burada var, baxın, bərabərdirsə, 2 dənə bərabərdir qoyulub, nida qoyulubsa bərabər deyilsə, bu kiçikdir, böyükdür, kiçikdir, bərabərdir və böyükdür, bərabərdir. Hazırki şərtimizdə deyir ki, sənin yaşın 12 və 12-dən böyükdürsə. Onun üçün istifadə edəcək, baxın, bu şərtdən. Həm 12-dən böyükdür, həm də 12-yə bərabərdir. Onun üçün gəldim koduma, bunların hamısını silək. Yazırım bura yaş bərabərdir. Tutalım ki, yaşımız olsun 10. Aşağı gəlirəm, deyirəm ki, if yaş, baxıram buradakı condition-ma nə yazılıb?
böyükdür, bir də bərabərdir işarəsi. Qoyuram bu işarəni belə. Yazıram bura 12. Yəni yaşımız 12-dən böyük olmalıdır. Sonra gəldim mötərizənin sağ tərəfinə 2 nöqtə kolu qoyuram və buraya yazıram ki, print bilet ala bilərsən. Belə bir söz yazaq. Bu if statementidir, yəni bəli hissəsidir. İndi xeyr hissəsini də düzəltməliyik. Bilet ala bilməzsən sözü yazılmalıdır. Onun üçün də aşağı gəlirəm. Yazıram bura else və else-dən sonra yazıram print bilet ala bilməzsən. Belə. İndi yaşımız 10-dur deyənə bu bizə false qaytaracaq. Çünki yaşımız 12-dən böyük deyil və bizə nə verəcək? Bilet ala bilməzsən cavabını verəcək. Onu dəyişdirə biləsəm 12 belə və bizə bilet ala bilərsən gələcək. Çünki 12 dəyərimizi ödəyir, true qaytarır. 12-dən böyük bir rəqəm yazaq, məsələn 20. O zaman bu şərti yenə də ödəyir, bizə bilet ala bilərsən cavabı gəlir. Yəni bu şərt 12-dən böyük olduğu və bərabər olduğu müddətcə işləyib bizə true qaytaracaq. Əla if else öyrəndik. İndi bizim bir dənə problemimiz də çıxır. Ola bilsin ki, bizim birdən çox şərtimiz olsun, təkcə bir dənə şərtimiz olmasın. Məsələn, ekranda görürük ki, buradakı flowchartda yazılıb hava günəşlidirmi? Birinci şərtimizdir. Əgər günəşlidirsə, o zaman velosipedlə gəzməyə çıx. Əgər deyilsə, ikinci şərti veririk. Burada else deyil artıq, ikinci şərt veririk. Hava yağışlıdırmı? Hava yağmurludurmu? Əgər yağmurludursa, o zaman çətiri götür. Bu da deyilsə, hava aşağı düşür. Hava soyuqdurmu? Əgər true'dursa evdə qal və bunların heç biri ödənmirsə, o zaman aşağıya else veririk. Else-də dostlarınla görüş yazırıq. Bunu kodu yazmaq üçün biz istifadə edəcəyik elif komandasından. Baxın, elif harda yazıb? If-dən sonra else-dən yuxarıda. Buradakı nümunəyə baxın, yazıb temperatur 30, günəşli false-dur. Əgər hava günəşlidirsə, gəzməyə çıx göstər və elif yazıb. İkinci şərtdə deyir ki, əgər temperatur 20-dən yuxarıdırsa, o zaman restorana get və heç biri ödənmirsə, evdə qal. Bunu indi kodumuzda yaradaq, görək necə görsənir. Temp 30 bərabərdir günəşli olsun false. Belə yazıram. If günəşlidirsə, printdə nə yazıb? Gəzməyə çıx. Tamam mı? Yazaq gəzməyə çıx. Əla. Və ikinci şərt veririk. Əgər temperatur 20-dən yuxarıdırsa, o zaman restorana get yazmalıyıq. Onun üçün yazıram buraya elif sözünü belə və ondan sonra mötərizə açıram. Çünki ikinci şərt verirəm. Temperatur 20-dən böyükdürsə, yuxarıdakini kopyalaya bilərəm. Yazaq restorana get. Sonra aşağı gələk və bu şərtlərin heç biri ödənmirsə, yəni temperatur 20-dən yuxarı deyilsə, hava günəşli deyilsə, yazıram bura else. Aşağı düşürəm, yazıram print evdə qal. Əla. İndi çalışdıraq kodumuzu, görək necə görsənir. Restorana get cavabı gəldi. Nəyə görə? Günəşli bizdə false olduğu üçün. Bu false olduğu üçün bunu dəyərini ödəmir. Ona görə bunu keçir, pas eləyir. Gəlir bu hissəyə elifə. Soruşurmu? Temperatur 20-dən böyükdür. Bizdə 30-dur. Və bu da bildiyimiz kimi böyükdür işarəsi deməkdir. Bu ümumilikdə bizə true qaytarır. Və bu elif hissəsi işləməyə başlayır. Bu işləyəndən sonra da artıq aşağı düşməyinə ehtiyac yoxdur. Bəs əgər bizim temperaturumuz da 20-dən aşağıdırsa necə görsənəcək? Onu yazaq. Baxın nə gəlir? Evdə qal cavabı gəlir. Bunların heç biri işləmədi, amma bu işlədi. Sual verərsiniz ki, bəs günəşlidir, həm də eyni vaxtda temperatur 20-dən yuxarıda. Onda necə olacaq? Gəlirəm buraya yazıram 30 və bunu true eləyək. Və burada təkrardan şərt verirəm, yazdır. Baxın, gəzməyə çıx. Nə baş verir? Əgər bir dənəsi ödəyirsə bu şərtlərin içərisində, ondan sonra o birilərinin girməyinə ehtiyac qalmır. Bunu ödəyəndən sonra artıq ümumi condition dayanır və təkrardan o birilərini işlətməyə ehtiyac qalmır. Amma mən bunu biraz irəliyə apara bilərəm. Bizim operatorlarımızda burada yadınızdasa logical, məntiqi operatorlar var idi. Var idi bizdə and, or, bir də not var idi. Endin mənası odur ki, biz eyni zamanda iki dənə şərti qoya bilərik. End yazıb deyə bilərəm ki, əgər hava günəşlidirsə və havanın temperaturu 20-dən yuxarıdırsa. Bunu belə yazıram. Məsələn, həmin şərti verək bura. Hava günəşlidirsə və end qoyuram və temperatur 20-dən yuxarıdırsa. Belə yazdıq mı? İndiki şərtimizdə ikisi də ödəyir.
Baxın, ikisi də ödəyir deyənə bizə gəzməyə çıxacaq. Bu da true verir, bu da true verir. İndi baxın bunu false eləsəm, yuxarıdakı şərtim ödəyən deyil. Ona görə ki, bu false qaytarır, bu da true qaytarır. Ona görə bunun üstündən keçir, aşağıdakı restorandan get funksiyası işləyir. Çünki burada günəşli artıq yoxdur. Bir dənə funksiyamızı yerinə yetirir. Və dediyim kimi, əgər 2 dənə şərt qoymaq istəyiriksə, bu enddən istifadə edirik. Endin yerinə or da yaza bilərik. Əgər yadınızda desə, keçən dərsə baxa bilərsiniz. Or yazanda əgər tərəflərdən yalnızca biri doğrudursa, özünə bəs eləyir və həmin komanda işləməyə başlayır. Həmin condition işləyir. Bizdə günəşdə false-dur, amma temp 20-dən yuxarıdır. Ona görə bizdə cavab nə gələcək? Gəzməyə çıx cavabı gələcək. Çünki fərqi yoxdur. Bu bir dənə true olanda ona bəs eləyir ki, bütün komandanı özündə işlətsin. Əla, indi bayaqki diaqrama qayıda bilərik. Mən bu şərti yaratmağa çalışacağam. Hava günəşlidirmi, sonra yağmurludurmu, hava soyuqdurmu? Eynən Elif'i tətbiq edəcəyik bura. Bura bir dənə yaza bilərəm ki, hava, birinci yazaq günəşli, birinci dəyər olaraq yazıram, sonra if hava günəşlidirsə printlərə sonra yaza bilərəm elə artıq, içərisini boş buraxım hələ ki. Gəlim aşağıya və burada bildirim ki, elif, yəni ikinci şərtimiz. Yazıram hava bərabərdir. Yazaq bu dəfə yağmurlu. Həmçinin bunu da kopyalayaq, aşağıya atım. Gəlirik. Üçüncü şərtimizi əlavə eləyək. Onun üçün də yenə kopyalaya bilərəm buradakı. Aşağı atıram. Yenə elif yaratdıq. Bu dəfə deyir ki, hava soyuqdursa. Yağmurlunun yerinə yazıram soyuq. Buranı boş buraxdım hələ ki. Yazıram else. Aşağı gəldim print. Bunları boş buraxaq. İndi hava günəşlidirsə, bizdə nə yazıb? Velosipedlə gəzməyə çıxmaq olar. Yazaq velosipedlə gəzmək, belə. Əgər hava yağmurludursa, o zaman nə edəcəyik? Çətir götürəcəyik. Çətir götür və hava soyuqdursa, yazırıq evdə qal. Və heç bir hal buna ödənmirsə, və aşağıda yazıb ki, dostlarınla kafedə görüş. Dostlarınla kafedə görüş. İndi baxaq cavab nə çıxacaq bizdə? Velosipedlə gəzmə. Yəni hava günəşli olduğu üçün. Günəşli yerinə yaza bilərəm. Yağmurlu. Belə. Və bizə çətir götür cavabı gələcək. Çünki birinci ödənmir, amma ikinci yağmurlu hissəsi ödədiyi üçün bunu görəcək. Bunların heç biri ödənməzsə, yazaq bura isti, hansı ki burada yazmamışıq həmin şeyi. Və burada çıxacaq ki, dostlarınla kafedə görüş. Çünki bunların heç biri ödənmir, sadəcə else hissəsi ödənir. Burada indi başqa nümunə də var idi. İmtahan sistemi. Yazılıb ki, imtahana 90 bal və yaxud 90-dan yuxarı yığmışıqsa yazılsın əla qiymət aldın. 70 yaxud da 89-dan yuxarı olarsa, o zaman yaxşı B qiyməti aldın. Else dəyərində isə, yəni heç bir ödənməzsə, o zaman yazıb ki, daha çox çalış, C qiyməti aldın. İndi bayaqki kimi buna gəlirik, yazdırıq qiymət. Qiymət nə qədər almışıqsa onu yazacaq. Və bərabər də yazaq, hər hansı dəyərimiz olsun 90 ilə. Yazırıq if, əgər qiymətimiz 90-dan böyükdür və bərabərdir, ondan sonra buna yazıram ki, print əla qiymət aldın. Sonra gəlirik elif dəyəri veririk. Deyirəm ki, əgər qiymətimiz 70-dən böyükdürsə, 89-dan kiçikdirsə. Onun üçün yazıram bura qiymət 70-dən böyükdür və bərabərdirsə belə və kiçikdirsə, end yazıram, qiymət kiçikdirsə 89-dan belə. Həmçinin bərabər də verə bilərəm. Gələk aşağıya yazıram print yaxşı qiymət aldın. Və ən sonda da yazılıb ki, bunların heç biri olmazsa, yəni 70-dən aşağıca dəyərimiz, burada nə yazırıq? Else yazırıq. Aşağı gəlirəm, print yaxşı çalış. Baxaq cavabımız nə olur? Yazdır ki, əla qiymət aldın. Çünki dəyərimiz 90-dır. İndi 70 ilə 89 arasında dəyər verək. Yazaq bura, məsələn, 74. Bax, nə gəlir? Yaxşı qiymət aldın. Yəni, bunların arasındadır. Əgər 70-dən aşağı olarsa nə gələcək? Yazaq, elə 69 yazaq. Görək 70-dən aşağı işləyirmi? Yaxşı çalış cavabı gəlir. Həmçinin bundan biraz aşağı qiymət yaza bilərəm. Yenə bizə yaxşı çalış cavabı gələcək. İndi kodumuzu biraz da dərinləşdirəcəm. İstəyirəm ki, bir də nested condition yaradım. Gələk bura yazaq yaş. Həmçinin int verim. Çünki inputdan dəyər götürəcəm. Yazaq yaşını yaz. Yaşını yaz. İkinci dəyərim olacaq məndə bilet. Yəni biletin varmı, yoxsa yoxmu? Yazıram bura input, belə.
Sual verək ki, biletin varmı? Belə sual kimi. Və bu bizə əgər hə cavabı verirsə, o zaman true qaytaracaq. Deyilsə, bizə yox qaytaracaq. Bunu keçən dərsdə öyrənmişdik. Burada 2 dənə bərabər dışarısı qoyanda bizə ya true qaytaracaq, ya da false. Bunları yazandan sonra deyirəm ki, əgər bizim yaşımız 18-dən böyükdürsə və bərabərdirsə, belə. Və bunun içərisində deyirəm ki, 18-dən böyük olub və bizim biletimiz varsa neynəsin, yoxdursa neynəsin, belə bir şey yazacaq. Və yazıram içərisində if bilet varmı? Belə if bilet yazsam bəs eləyir elə, true kimi görür. Ondan sonra 2 nöqtə açıram, print kimi yazıram ki, zala daxil olun. Əgər biletimiz yoxdursa, o zaman else qoyuruq belə və yazıram ki, print bilet alın. Bunun əksi olan da isə əgər yaşımız 18-dən kiçikdirsə, onda gəlirəm lap əvvələ bu hissəyə, yazıram else. Və bu else-in içərisində yazırıq ki, əgər yaşımız 12-dən böyükdürsə, print valideyn ilə gəl. Əgər yaşımız 12-dən kiçikdirsə, o zaman nə yazırıq? Yazaq ki, uşaq zonasında əyləş, yaxud otur. Əla. İndi bunu çalışdıraq, görək necə işləyir. Bunları clear edeyim. Yaşını yaz. Yazaq ki, 16 yaşımız var. Belə. Bilet varmı? Yazaq yoxdur. Valideyn ilə gəl yazacaq. Nəyə görə? Çünki yaşımız 18-dən kiçikdir. Bu birinci şərt. Bunu false elədi, düzdürmü? Girdi else-in içərisinə və gördü ki, əgər yaşım 12-dən böyükdürsə, o zaman yazıldı ki, valideyn ilə gəlsin. İndi ikinci dəfə yoxlayaq. Yazaq ki, bu dəfə yaşımız 18-dən böyük olsun. Yazaq 19. Bilet varmı? Yazaq var. Yəni hə. Və yazılıb ki, bizə zala daxil olun. Çünki buradakı bilet varmı? Bizə true qaytarır. Hə yazmışam deyənə və gəlir, girir bunun içərisinə. Yaşımız 18-dən böyükdür və bizə zala daxil olun cavabı gəlir. Ümidvaram dərsi başa düşdünüz. If-i öyrəndik, else-i tətbiq elədik, eliflər nədir onlara baxdıq. Həmçinin nested conditionlara baxdıq, iç-içə olan conditionlara və həmçinin operatorlara da baxdıq ki, bunlardan istifadə edərək biz daha mürəkkəb conditionlar, yəni şərtlər yarada bilərik. Əgər sualınız olarsa kommentlərdə bildirin. Növbəti videoda görüşərik. Sağ olun.